Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, bugün rəhmət və məğfirət qapılarının sonuna qədər açıldığı mübarək Bəraət gecəsidir. Gəlin, bu gecənin mənasını və fəzilətini birlikdə öyrənək. Ardından Bəraət gecəsi duasına birlikdə amin deyərək Rəbbimizə sığınaq. Bəraət sözü bəraət qazanmaq, günahlardan təmizlənmək və qurtuluş deməkdir. Bu gecə Ramazan ayının müjdəçisidir. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurmuşdur ki, Allah Taala bu gecə dünya səmasına rəhməti ilə təcəlli edər və buyurar: Bağışlanmaq istəyən yoxdurmu, onu bağışlayım. Ruzi istəyən yoxdurmu, ona ruzi verim. Dərdi olan yoxdurmu, ona şəfa verim. Bu gecə həm də gələcək bir illik ömrümüzün, ruzimizin və qismətimizin yazıldığı, taleylərin müəyyən olunduğu müqəddəs bir zamandır. Ya Rəbbəl Aləmin, sənin sonsuz mərhəmətinə sığınaraq əllərimizi açırıq. Bu mübarək Bəraət gecəsinin hörmətinə bizi günahlardan arındır. Keçmişdə etdiyimiz bütün xətaları, bilərək və ya bilməyərək işlədiyimiz günahları əfv eylə. Bizə ağ bir səhifə ilə yeni bir ömür nəsib et. Ruzimizi bərəkətli et. Evlərimizə bol ruzi, işlərimizə bərəkət ver. Bizi heç kəsə möhtac etmə. Yalnız sənə əyilən başlarımızı uca eylə. Xəstələrə şəfa ver. Şəfa gözləyən, dərdi olan, çarəsiz qalan bütün bəndələrinə öz dərgahından qurtuluş göndər. Ruhumuza və bədənimizə sağlamlıq bəxş et. Ailəmizi qoru. Sevdiklərimizi, valideynlərimizi və övladlarımızı hər cür bəladan, şərdən və görünməz qəzalardan hifz eylə. Ramazana çatdır. Bizi günahlardan paklanmış şəkildə sağlam və hüzurlu bir qəlblə mübarək Ramazan ayına qovuşdur. Ya Allah, dualarımızı qəbul, taleyimizi xeyirli eylə. Səndən gələn hər bir xeyrə möhtacıq. Amin, ya Rəbbəl Aləmin.